Düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Bütün azad edilmiş torpaqlarda Azərbaycan ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdir. Cəbrayıl, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murovdağ və ondan sonra Şuşa. 300-dən çox kənd və şəhər müharibə zamanı azad edildi və düşmən məcbur oldu, diş çöktü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza və bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da biz qayıdıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Nəyi, nə vaxt, necə etmək lazımdır? Bilirəm, mənim üçün torpaqların azad olunmasından daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna xəsr eləmişim. Hər bir qərarın arxasında bu məqsəd dayanmışdır, bu hədəf dayanmışdır. Bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox? Və deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Hazırlaşdıq, gəldik, düşməni məğlub etdik, məhv etdik, gəlmiş və burada dayanmış.